Rəşad bəy, salam, xoş gəlmisiniz. Ümumi bugünün mövzusunu təyin eləmişik artıq Rəşad bəylə. Bugünün mövzusu Novruz bayramı haqqında olacaq. Novruz bayramının tarixi keçmişi haqqında olacaq. Novruz bayramının adətləri, ənənələri, tarixi hardan qaynaqlanır? Çünki bəzi bizim Azərbaycan daxilində də elə ellər var ki, düşünür ki, Novruz bayramı bizə Zərdüştdən qalmadır. Bəziləri düşünür ki, xeyr, ümumiyyətlə dindar təbəqə tamamilə düşünür ki, xeyr, bu ümumiyyətlə dinə zidd bir şeydir. Belə ziddiyyətlər var. Və bir qrup millətçilər və tarixçilər var ki, bəzi tarixçilər düşünür ki, bu türkün bayramıdır və hətta dəlillər də gətirirlər, sübutlar, faktlar gətirirlər və məntiqi faktlar da ortaya qoyurlar ki, bəli, bu həqiqətən də türkün bayramıdır. Və bugün də ot çərşənbəsidir. Elə ot çərşənbəsi vasitəsilə buradan hər kəsi salamlayıram. Və indi isə Rəşad bəy, Novruzda ritualların edilməsi əslində nə üçündür və Novruz bayramının özünün tarixi kökləri hara bağlanır? Əsasən budur. Rəşad bəy, mən sizi alıram böyük ekrana. Zəhmət olmasa buyurun. Hər kəsi salamlayıram. Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə, Novruz bayramı münasibəti ilə hər kəsi əvvəlcədən təbrik edirəm. Mövzumuz türkü tanımaq Novruzdur. Bu məsələni danışarkən bir neçə başlığa biz inşallah qarşıda nəzər yetirəcəyik. Bir, bu Novruz bayramı ümumiyyətlə İslama zidd bayramdırmı? Və bundan sonra biz Novruz bayramı Zərdüştlük bayramıdırmı? Farslarla əlaqədardır və bu arada qeyd edim ki, bu ikisi də əslində bir-birindən yaxın olsa da fərqli anlayışlardır. Novruz bayramı ilə Ergenekon bayramı arasında hansı əlaqə var? Fərqi nədir? Və təbii ki, Novruz bayramının əsas atributları var. Səmənisi var, paxlavası, şəkər burası, qoğalı var, odu var, kosa və keçəli var. Bunlar nədir? Bunların fərqi nədir? Və biz niyə Silə bayramında qarpız və nar kəsirik? 4 çərşənbə var, bildiyimiz kimi su, od, yel, torpaq çərşənbəsi. Və eyni ilə bunun bayramımız olan Ramazanla bir əlaqəsi ola bilərmi? Ərəb dilində Ramazan nə deməkdir? Və iddia olunur ki, nə dedik? Bu bayram Zərdüştlük ilə və Farsla əlaqədardır. Və bu bayramın yayılma coğrafiyası, arealı nə qədərdir və tarixi nə qədərdir? Buna nəzər yetirməliyik. Və əslində Avropanın özündə də indi günümüzdə ilbaşı yanvar ayında, yanvarın əvvəlində keçirilirsə, əvvəllər necə olub? Bunu nəzərdən keçirəcəyik və mənə elə gəlir ki, bunun üzərinə ümumi bir nəticə əldə eləmiş ola biləcəyik. Elə ilk başladığımız kimi bu bayram İslama ziddimi? Təbii ki, biz ənənəvi İslama baxası olsaq görürük ki, əslində bu bayram İslamın əvvəlki dönəmində, yəni Əməvilər dönəmində, Abbasilər dönəmində yaşayıb. Bu bir zidd bayram idisə niyə yaşayıb? Və günümüzdə nə baş verib ki, bu dinə qarşı qəribə bir qarşıdurma var. Bunları yalnız sual başlığı kimi qoyuram, hər kəs düşünə bilər. Amma mən istəyirəm Qurandan bir neçə ayəni misal gətirim. Quranda Ənam surəsində deyir ki, yer üzündə səyahət edin və görün əvvəlkilərin aqibəti necə oldu. Bunu bəzən yer üzündə səyahət edin, görün yalan sayanların aqibəti necə oldu kimi də tərcümə olunur. Və indi məsələ nədir? Bu Quranda deyir ki, yer üzünü gəzir. Demək ki, Quran bizə yer üzündə nə baş verən hadisələr var, bunu gəzib görməyi əmr edir. Buna bənzər bir başqa bir ayə var Ankebut surəsində, lakin müəyyən qədər də fərqlidir. Yer üzündə səyahət edin və görün ki, Allahın yaratdığı ilk vəziyyət necə olub. Sonra Allahın sonsuz qüdrətə inanmağa başlasınlar. Yenə gördüyümüz kimi burada bizə əmr olunur ki, yer üzünü səyahət edin və Allahın hər şeyi yaratdığının ilk vəziyyəti necə olduğunu görməyimiz, müşahidə etməyimiz bizə əmr olunur. Və bir neçə buna bənzər ayəni də deyib keçəcəm. Onlar yer üzünə səyahət edir, əvvəlkilərin aqibətlərinə baxmalarını söyləmədi ki, onlar da ibrət götürsünlər. Taha surəsindədir. Və Qasiyə surəsində onlar dəvənin necə yaradıldığını düşünməzlərmi? Və ya yenə Qasiyə surəsinin növbəti bir ayəsində qaralan, örtülən o günə bax. Və ya Mülk surəsində o 7 göyü bir-birinə uyğun olaraq yaratmış, Allahın yaratdığı heç bir nasazlıq görməzsən. Onda bir də bax. Görün bir nasazlıq görə biləcəmmi? Bütün bu ayələri niyə misal çəkdim? Yəni Quran bizə əslində
Bax onun yaratdığı nə varsa, yer, gecə, gündüz, heyvanat aləmi, bitki aləmi, bunları görməyimiz, yer üzünü gəzib səyahət edib və onlar haqqında müşahidə aparıb düşünməyimizi tələb edir. Və dolayısıyla biz bizim min illərimizi təmsil edən bayramı, onların atributlarını, əgər bu dinə zidd deyilsə, silahsı olsaq demək əslində nədir? Bizdən növbəti nəsillərin də yer üzünü gəzib müşahidə edəcəyi, görə biləcəyi hadisələri silmiş ola bilərik. Və qəribədir, bəzi dırnaq içində özünü dindar hesab edənlər hansısa bir heykəli partladır və axır. Yəni dolayısıyla Quran bizə demək ki, hadisələrə, təbiətə baxmağı, görməyi və bunun üzərinə düşünməyi, müşahidə aparmağımızı əmr edir. Təbii ki, burada dindar və dinsiz yoldaşlar ola bilər. Kimsənin dininə, dinsizliyinə qarışmırıq. Sadəcə olaraq, yəni bir dindarıqsa, demək ki, biz bu Qurandakı buna bənzər də yetərincə ayə var. Yenidən oxuyub və düşünməliyik. İndi gələk bizim bu Novruz bayramı ilə bağlı olan məsələyə. İlk əvvəl demək qeyd edirlər ki, Novruz bayramı zərdüştlük bayramıdır. Bunu deyənlər ya zərdüştlüyün özü haqqında məlumatı yoxdur, ya Novruz bayramında olan atributlardan xəbəri yoxdur. Lakin gəlin nəzərdən keçirək, biz nə edirik? Novruz bayramında ocağın üstündən atlanılır və deyilir ki, ağırlığım, uğurluğum ocağa. Təbii ki, bu min illərdən gələn bir mifik ritualdır. Amma məsələ bunda deyil. Zərdüştlükdə isə həmin odu qoruyanlar üzünə maska taxır. Ağzını günümüz maskalarına bənzər bir tənziflə bağlayır ki, odu murdarlamasın. Demək, zərdüştlükdə oda yaxınlaşanda nəfəsinin belə oda dəyməməsi üçün ağzını bağlayır, tənziflə bağlayır. Lakin bizim Novruz bayramının rituallarında biz ocağın üstündən atlanıb deyirik ağırlığımız, uğurluğumuz ocağa. Bu ikisini yan-yana qoyduqda təzahür olaraq bu eyni görsənə bilər. Lakin bu zərdüştlük ritualı ola bilərmi? Demək ki, bu iki hadisəni bu günə qədər deyənlər nə zərdüştlükdən xəbər olub, nə Novruz bayramındakı bu ritualdan xəbər olub. Təbii ki, mən sadə məsələləri istəyirəm qısaca deyim, keçək ki, daha sonra digər etimoloji məsələləri, tarixi məsələlərin izahını verim. Və bizim bir bayramımız var, dastanlarla gələn Ergenekon bayramı və bu tarixin türklərin yenidən tarix səhnəsinə çıxmasını və yeni ilin başlanmasını tərənnüm edən bir bayramdır. Dastanın qısa özəti belədir ki, türklər düşmən əlindən qaçır, daha sonra bir dağ vadisində yaşayır, çoxalır və daha sonra dağı yandırıb bir Bozqurdun nəzarətində çölə çıxır. Bu dastan həm Türk xalqının yenidən var olmasını və həmçinin yeni bir ilin başlanmasını tərənnüm edən bir bayram adıdır, Ergenekon. Ergenekon sözü nəyi ifadə edir? Ergən sözü bildiyimiz kimi günümüz türk dillərində hələ də işlək olan bir sözdür. Yeni yetməyə ergən deyilir. Ergən sözünün kökü, ürəmək sözünün kökü və bir də ki, türk dilində, əski türk dilində xalq mənasına gələn gün sözü və kəmik sözünün kökü olan gün sözü ilə eyni kökdür. Və bu gen sözü Hind-Avropa dillərində genetika sözünün kökü, ana mənasına gələn genisus sözünün köküdür. Və dolayısıyla ergən sözünün kökü demək müəyyənləşdirdik ki, ürəmək sözünün kökü olan ür və xalq mənasına gələn gün sözüdür. Hansı ki, Azərbaycan dilində bir frazada da biz bu sözü işlədirik, elim günüm. Və onun sonunda olan ekon hissəsini bəziləri qaya və ya dağ mənası ilə izah etməyə çalışır, lakin bu əslində elə günümüzdə də işlətdiyimiz gün sözüdür. Yəni dolayısıyla bu ergən gün sözlərindən formalaşıb, ergən gün, yəni cavan gün və ya günəşin yenidən doğmasını tərənnüm edən bir addır. Yaxşı, demək ki, biz müəyyənləşdirdik ki, Ergenekon sözünün kökü ergən, yeni yetmə, doğan, cavan mənasına gələn söz ilə gün, günəş sözünün kökü olan gündən formalaşıb. Və indi gəlin bunun üzərinə biz Novruz bayramı haqqında danışmağa başlayaq. Novruz bayramının adı Novruz sözündən olduğu nov, yeni, ruz, gün mənasına gəlib fars dilində formalaşdığı iddia olunur. Lakin qeyd edim ki, bu əgər fars dilində formalaşmış bir ad olmuş olsaydı, o fars dilinin dil qrammatikasına görə Ruze-Nov olaraq deyilməli idi. Və bu arada xatırladım ki, Novruz bayramı bütün türk dünyasında yayılıb və Novruz sözünü biz bu günü rəsmi qrammatikanı qəbul etdikdən sonra Novruz kimi yazırıq. Əslində o bir çox türk dilində və həmçinin dialektdə Novruz kimi ifadə olunur. Yəni dolayısıyla bizə 1926-cı ildən sonra bizə rəsmi Azərbaycan
dili qəbul edildikdən sonra biz onu kitablara Novruz kimi yazmışıq və eyni ilə təbii ki 1926-cı ildən sonra digər türk dünyasında da bu o formada yazılıb. Lakin nə dedim, dialektdə onun v səsi olmayan Novruz formasında olan versiyası da var. Bunu bilmək bizə nəyi verə bilər? 1. Novruz sözünü türklər bir neçə adda ifadə etmişdi. Bunlardan biri eni, qor, az sözündən formalaşıb. Eni yeni sözünün köküdür. Həmçinin Hind-Avropa dillərində olan nov sözünün köküdür. Qor qədim əski türk dilində günəş mənasında, isti mənasında, od mənasında işlənən bir sözdür. Xoruz sözü də o kökdəndir. Qor səs, yəni qoru səsləyən deməkdir. Qarşıda sual verirsə, qor haqqında ayrıca danışaram. Bu haqda da əvvəlki söyləşilərdə mən yetərincə danışmışam. Və növbəti hissə isə az is hissəsi işıq isti sözünün köküdür. Yəni dolayısıyla eni qoraz yenidən qorun isinməsi, istilənməsidir. Və digər bir hissə isə nar ilə us birləşməsindən Novruz formasında olan hissədir. Biz indi qarşıda yenə danışanda görəcəyik ki, türklərdə nar doğan bayramı da var. Və bu nar bizim düşündüyümüz, bildiyimiz bitki olan, meyvə olan nar deyil. Qədim əski türk dilində və Monqol dilində nar günəş isti mənasına gəlib. Eyni ilə ərəblərdən nur isti mənasına gəlir. Və nar uz yenə həmin buradakı uz is hissəsi isti işıq sözünün köküdür. Necə ki bax bizim dilimizdə bir gün sözü var, bir də günəş sözü var. Buna diqqət etmisinizmi? Yəni bir gün sözü var, bir də günəş. Niyə gün və günəş sözü var? Çünki gün ümumi günəşi tərənnüm edirsə, onun daha sonra qızmar halını formalaşdırmaq üçün əcdadlarımız onun sonuna işıq isti sözünün kökü olan isi əlavə edərək gün isindi mənasında günüz onun daha sonra saatlərin ahəng qanununa uyğun olaraq günüzdən günəş formasına çevrildiyini görürük. Eyni ilə həmin qaydada da nar sözünün sonuna isti işıq sözünün kökü gələrək Novruz sözü formalaşıb. İndi buna qarşı da ayrıca yenidən dəyinəcəm. Yəni dolayısıyla biz Novruz sözünü Zərdüştlüyə aid olmadığını görürük. Onun əslində fars dil qrammatikasında formalaşa biləcəyi kimi türk dilində formalaşa biləcəyini də müəyyənləşdirdik. Və bunun üzərinə Novruzun əsas atributlarından növbətçisi nədir? Bildiyimiz kimi 4 çərşənbə var və bəzi tədqiqatçılar iddia edir ki, burada olan 4 çərşənbə su, od, yel və torpaq çərşənbəsi ola bilsin ki, türklərə aid deyil. Çünki türklərdə bu fərqli formada, yəni yalancı çərşənbə, xəbərçi çərşənbə, ölü çərşənbəsi və ilaxır çərşənbəsi kimi ifadə olunur. Mən qarşıda danışanda Novruz bayramının atributlarına baxdıqda görəcəyik ki, əslində bu türk dilində olan bir məsələdir. Sadəcə olaraq biz son 1000 ildə Səlcuqludan üzü bu yana, Osmanlı, Səfəvidə İslamı qəbul edərkən Novruzu bir balaca arxaya atmışıq, görməzdən gəlmişik. Daha doğrusu harda görməzdən gəlmişik? Saray mədəniyyətində. Və yazılar da ərəb fars dilində yazıldığından bu gün həmin mətnləri fars mədəniyyətinə, kültürünə aid olduğunu deməyə çalışırlar. Lakin bir bayatımızda qabaqda seli gözəl, dalınca yeli gözəl, yaxasında sümbülü, başında eli gözəl bir bayatının olduğunu görürük. İndi başqa bir məsələ var. Novruz bayramı farslara aiddir. Yəni farslar deyəndə demək Hind-Avropa xalqının bir İrani qolu var. Hansı ki oradan farslar, kürdlər, talışlar formalaşıb. Yəni məhz bu İrani qoluna aid edilir ki, demək Novruz bayramı onlarla bağlıdır. Lakin biz bunu müəyyənləşdirməmişdən əvvəl qeyd edim ki, biz qədimdən 40 min ildən üzü günümüzə gələn bir ana tanrıça kültürünün olduğunu bilirik. Daha sonra 7-8 min ildən üzü bugünə bir, üzr istəyirəm, kişiliyi təmsil edən kişi heykəlli rəsmləri olan kişi kültürü və onun paralelində bir buğa kültürünün olduğunu bilirik. Və mən bunun geniş təhlilini vermişəm və müəyyənləşdirmişəm ki, əslində burada olan ana tanrıça deyilən kültür əslində Allahın, yaradanın, təbiəti var edən sifətidir. Sadəcə olaraq qədim insanlar yazını bilmədiyindən Allahın yaradan, doğuran, təbiəti, baharı gətirən sifətini göstərmək üçün daha böyük qadın rəsmləri, heykəlləri çəkməyə çalışmışdı və daha sonra əkinçiliyə başlayan insanlar üçün martın 21-ni müəyyənləşdirib buna uyğun əkinçiliyi də aparması səbəbilə artıq martın 21-ni, yəni yer ilə günəşin birləşdiyi günü, artıq təbiətin isinəcəyi günü müəyyənləşdirmək üçün kişi heykəli rəsmləri ilə günəşi təmsil etməyə çalışmışdı.
Biz bunun izlərinə Şumerlərdə İnnanna və Tamuzi tanrı və tanrıçası, Misirdə Isis tanrıçası və Asiris tanrısına çevrildiyini görürük. Farslarda Mitriyen güneş inancının olduğunu görürük. Anadolu'da Kibela Hatis inancının olduğunu görürük. Ve bu yalnız daha sonra Roma İmperiyasının Hristiyanlığı qəbul etməsindən sonra Roma'da olan pagan tanrıları ve orada olan Roma'nın əvvəlki Saturnalia bayramı ve həmçinin güneşi təmsil edən Sol Invictusa, yani məğlub edilməz güneş kültürünün isiyə sintez olunaraq yeni bir din yaradıldığını görürük. İndi mən bunu qarşıda açacağım. Bunu anlamaq üçün mütləq onunla bərabər Nardoğan bayramını və qış bayramını da anlamaq olmalıyıq. Bildiyimiz kimi türklərdə bir dekabrın 25-də keçirilən Nardoğan bayramı var. Buradakı nar sözü artıq qeyd etdiyim kimi əski türk dilində güneş mənasına gəlir və dekabrın 21-25-də keçirilən bayrama da Nardoğan bayramı deyilmişdi. Səbəb nə? Niyə insanlar iki fərqli bayram keçirirdi? Çünki insanlar bir ən uzun gecənin bitdiyi günü müəyyənləşdirmək və bir də gecə ilə gündüzün bərabərləşdiyi günü müəyyənləşdirib buna uyğun ümumi həyat yaşayış proseslərini düzənləməyə çalışırdı. Artıq qeyd etdiyim kimi Romada dekabrın 25-də keçirilən bir bayram var idi. Saturnalia bayramı. Bu bayramın adının kökü Saturndu. Bu Saturn Roma inancına görə bir əkinçi tanrısı idi. İndi həmin Saturn sözünün də izahını qarşıda verəcəm və bu bayrama əvvəl Neos Natilus Domino deyilirdi. Yəni doğum günü, İsa'nın doğum günü. Daha sonra buna qısaca olaraq Natal və ya fransız fonetikası ilə Noel deyildi. Hansı ki bugün Şaxta babanın digər bir adı olan Noel ki sözü var, əslində o doğum babası deməkdir. Və biz eyni ilə demək İskandinavların bir yul tonqalı qaladığını, bunun yanan közlərinin sönmüş hissəsini daha sonra evlərinə apardığını və burada insanların keçi paltarı, maskaları taxaraq rəqs etdiyi hadisələrinin mənələrcə günümüzə gəlib çıxdığını bilirik. Və eyni ilə proto-slavlarda da keçi maskası taxan, keçi postu geyinən, kürkü geyinən insanların bu qış bayramında rəqs edərək insanlardan hədiyyələr topladığını bilirik. Bütün bu hadisələri bilmək bizə niyə vacibdir? Demək ki, biz görürük ki, dekabrın 25-də keçirilən bayramın arealı çox böyükdür. Demək, türklər Sibir Altay arasında bu bayramı keçirirsə, bu İskandinavlarda eyni ilə bir yul adlı bayram keçirilir. Bu protoslavlarda da var və Roma mədəniyyətində də var. Bu yul sözü nədir? Yul sözü demək bizim dilimizdə yel sözü ki var idi. Hansı ki deyilir ki, türklərdə 4 çərşənbənin adı yoxdur. Əslində buradakı yul əslində yel tonqalıdır. Niyə? Çünki qədimdə qış sözünün sinonimlərindən biri də yeldir. Və bu yel bilmək növbəti bizə hansı faktı verəcək? Biz ağac sözünün kökünün ək və çə kökündən əkəc ağac formasında formalaşdığını, onun tərs kombinasiyası kimi çi əkdən çiçək sözünün formalaşdığını göstərə bilərəm. Və dolayısıyla demək yelək, yəni yel ağacı deməkdir. Hansı ki bu bizim qarşımıza Rus dilində olan yolka kimi çıxır. Bu hansı yolkadır? Bildiyimiz demək şam ağacıdır ki, hansı ki dekabrda onu bəzəyirlər. İndi şam ağacının qarşıda dəyinəcəm. Sadəcə olaraq faktlara uyğun istəyirəm danışım, məsələlər qarışmasın deyən. Demək ki biz ümumilikdə 40 min ildən üzü günümüzə gələn bir ana tanrıça kültünün olduğunu, bunun əslində Tanrının təbiəti var edən sifətinin olduğunu, daha sonra əkinçiliyə başlayan insanların eyni ilə günəş kültünü təmsil edən, kişiliyi təmsil edən bir kişi heykəli rəsmləri ilə günəş kültünü təmsil etməyə başladığını və bunun da paralelində buğa qurban edilən bir kültü formalaşdırdığını qeyd etdim. Və beləliklə bu kült bizim qarşımıza demək Şumerlərdə İnnanna və Tamuzi tanrı və tanrıçası kimi çıxır. İnnanna demək tanrıçadır. İnnanna sözü bizim günümüzdə türk dilində hələ də işlətdiyimiz nənə sözündən fərqli bir şey deyil. Tamuzi isə dan üzü deməkdir. Artıq dediyim hadisələrin üzərinə faktları birləşdirildimi, yəni dolayısıyla nənə, yəni yer və dan üzü, yəni günəş Martın yerində birləşir. Və biz eyni Şumerlərdə burada yerin bir tanrıçaya, bir ilahiyə çevrildiyini, günəşin isə bir tanrıya çevrildiyini görürük. Və eyni kültün biz eyni ilə Misirdə Isis tanrıçası və Asiris tanrısına çevrildiyini görürük. Isis sözü günümüzdəki su sözü ilə eyni kökdür. Hansı ki ondan biz qarşıda görəcəyik ki səməni sözü formalaşır.
O sözü isə günümüzdə olan sarı sözü ilə eyni kökdür. Yenə dolayısıyla günəşi təmsil edir. Və Anadoluda danışdıq ki, demək bir Kibela tanrıçası var. Kibela gəbə sözü ilə eyni kökdür. Ateist artıq gördüyümüz kimi ateş sözü ilə, od sözü ilə eyni kök olan bir addır. Bütün bunları bilmək bizə nəyi verir? Demək ki, bizim bu danışdığımız baharın 21-də keçirilən bayram Şumerlərdə var, Misirdə var, Yunanlarda var. Və biz bunu düşünürük ki, sanki bu zərdüştlüklə bağlıdır. Hansı ki, bunun həmçinin farslarda Mitriyən günəş inancı dini ilə də davam etdiyini görürük. Yəni, dolayısıyla bu mədəniyyət, bu kültür geniş coğrafiyaya yayılmış bir kültürdür. Lakin bunun biz Şumerlərdən danışırıqsa, demək bu bayramın 5-6 min ildən üzü günümüzə gəldiyini düşünürüksə, biz bunu Göbəkli Təpədən davam edən bir hadisə olduğunu müəyyənləşdirdikdə düşünməliyik ki, ən azı bu bayram 12 min ildir bizə əcdadlarımız tərəfindən həyata keçirilən bir bayramdır. Yaxşı ki, biz bunu Göbəkli Təpə ilə necə əlaqələndirə bilərik? Göbəkli Təpədə demək 2T şəkilli sütun var və onun dairəsində ətrafında 12 sütun var. Buradakı 2 sütunu insanları təmsil etdiyi, kralı və buna bənzər kimsələri isə təmsil etdiyi düşünülür. Lakin mən təhlillərlə göstərmişəm ki, buradakı 2T şəkilli sütun əslində artıq dediyimiz həmin yeri təmsil edən tanrıça və günəşi təmsil edən tanrıdan başqası deyil. Daha doğrusu, bunu biz daha sonra tanrı və tanrıçaya çevirmişik. Əslində bu 2 sütun və digər o mədəniyyətlərdə olan tanrıça və tanrı əslində yer ilə günəşi təmsil edir. Hansı ki, biz onu görəcəyik ki, yalnız Azərbaycan kültüründə bu tanrı və tanrıçalara çevrilmədən var olmuşdu. Digər mədəniyyətlər isə baharın gəlişini bərəkət tanrıçasına, doğan tanrıçalara çevirmişdir. Demək biz Skandinavlarda olan yol tonqalının yel sözü ilə əlaqədar olduğunu və buradan biz yelək sözünün yolka sözünə çevrilməsi haqqında danışdıq. Göbəkli Təpədə 2T şəkilli sütunun yer və günəşi təmsil etdiyini, necə ki Şumerlərdə İnnanna Tamuzini təmsil etdiyini qeyd etdik. Lakin Göbəkli Təpədən yalnız Azərbaycan Novruz xonçasına qədər gələn bir simvollar var ki, bu yalnız Azərbaycan Novruz xonçasında qalıb. Demək, Göbəkli Təpədə həmin o T şəkilli sütunların üzərində ay, hilal, hilalın üstündə dairə, günəş və həmin o dairənin ortasında nöqtə ilə ulduz təmsil olunan bir simvol, yəni üçlü simvol. Ay, günəş və nöqtə. Və biz yalnız Azərbaycan Novruz xonçasında qoğal, şəkərbura və paxlavanın olduğunu bilirik. Qoğal günəşi təmsil edir, şəkərbura ayı təmsil edir, paxlava ulduzu təmsil edir. Və yalnız Azərbaycan paxlavasının ortasında fındıq ilə nöqtə qoyulur. Necə ki Göbəkli Təpədə olan. Və indi düşünün, 12 min ildən üzü günümüzə gələn bir simvol var və biz əslində Azərbaycan Novruz xonçasına və onun atributlarına baxaq, görək biz burada hansısa tanrını, tanrıçanı və buna bənzər kimlərisə tərənnüm edirikmi? Təbii ki, yox. Çünki Novruz bayramında biz xonçaya rənglənmiş yumurtalar qoyuruq. Artıq məcburən bir daha deyim, şəkərbura, paxlava, qoğal qoyuruq, səməni qoyuruq və qurumuş meyvələr qoyuruq. Əslində bu nəyə tərənnüm edir? Yəni Allahın, yaradanın var etdiyi günəş, ay, ulduzun döngüsü ilə növbəti martın 21-i gəlir və necə ki həyat ölübdür, necə ki o xonçada olan quru meyvələr var, onlar səmənini necə ki biz düzəltmişik, Allah da həmin onu yenidən düzəldəcək. Və bu həyatın yenidən yaşamasını biz bir səməni ilə tərənnüm edirik və bir də yumurta ilə tərənnüm edirik. Hansı ki həmin yumurtanı biz yenə eyni ilə Göbəkli Təpədə görürük. Göbəkli Təpədəki simvollardan biri bir quş rəsmidir. Qanadını bu formada tutur və onun üzərində dairə formasında bir simvol var. Və bunun nə olduğunu qeyd edə bilmirlər. Təbii ki, bu artıq bizim Novruz xonçasında hələ də davam edən rənglənmiş yumurtadan başqası deyil. İndi mən yumurta sözünün də qarşıda izahını deyəcəm və bütün puzzle'lar tam bir-birinə oturacaq. Lakin biz rənglənmiş yumurtaları yalnız bizim Novruz xonçasında görmürük. Harada görürük? Xristianlığın Paska bayramında. Nədir? Demək ki, protoslavların əcdadı artıq bunlar bu kültürü özlərim almışdı. Hansısa türklərlə mi rast gəlib almışdı? Bu ayrıca düşünülə bilər. Lakin onlar da demək yumurtanı rəngləyir. Lakin daha sonra xristianlığı qəbul etdikdə onlar artıq bu yumurtaların təbiətin doğmağı,
martın 21-də yer ilə günəşin birləşməsini tərənnüm edən bir bayram kimi yox, artıq İsa'nın dünyaya gəlməsini tərənnüm edən bir bayram kimi formalaşdırdı. Və İsa Peyğəmbərin adı ilə əlaqədar olan yeni ili danışırıqsa, mənə elə gəlir ki, bir dəfəlik bu məsələni də danışım, ondan sonra keçək. Bildiyimiz kimi, xristiyan inancına görə İsa Peyğəmbər çarmıxa çəkilir, 3 gün ölü qalır və daha sonra dirilir və o havarilərinin gözünə görsənir və daha sonra ölür. Və inanca görə o yenidən bir də diriləcək. Yəni dolayısıyla demək, İsa Peyğəmbər 3 gün ölü qalıb və o əslində 3 dəfə diriləcək. Necə? Bir dəfə ana bətnində Məryəmdən doğulub, daha sonra çarmıqda ölür, dirilir və daha sonra isə o 3-cü dəfə geri qayıdacaq. Əslində bu da yenə bizim təbiət hadisələri ilə izah olunan bir hadisədir. Demək, analemma və ya gün 8-i deyilən bir təbiət hadisəsi var. Yəni eyni vaxtda, eyni coğrafiyada, eyni saatda günəşin hərəkətinə baxdıqda onun 8 formasında bir sonsuzluq dairəsi çəkdiyini görürük. Yəni buna dolayısıyla il boyu eyni nöqtədə, eyni vaxtda günəşin göy üzündə mövqeyinin nə cür dəyişdiyini göstərən bir diaqramdır. Və o dekabrın 21-i 25-i arasında üfüqdə ən aşağı yerdə olduğuna görə 3 gün görsənmir. Və o yenidən üfüqdən daha sonra yuxarıya doğru dairə çizir. Yəni dolayısıyla həmin analemma diaqraması dekabrın 21-i 24-i arasında 3 gün üfüqdə gözə görsənmir. Və bu hadisəni, təbiət hadisəsi insanlar mifik dil ilə yadda qalması üçün inanca çevirir. Daha sonra bu isə xristianlıqda İsa Peyğəmbərin 3 gün ölüb qalması, daha sonra yenidən diriləcəyi hadisəsinə çevrildiyini görürük. Və artıq qeyd etdiyim kimi, niyə bu 3 gün? Biz bu 3 günün əslində Misir və Yunan inancında da olduğunu görürük. Və Misirdə demək günəş tanrısı Ra var, daha sonra onu öldürür Osiris, daha sonra isə Horus yenidən var olur. Yəni dolayısıyla biz Misirdə üçləmə tanrının olduğunu görürük. Ra sözü Urru ilk dildəki kök ilə bağlıdır. Yuxarı isti işıq kökünü bildirir. Osiris artıq qeyd etdiyim kimi bizim dilimizdə olan sarı sözü ilə eşdəyərdir, eyni mənalı sözdür, eyni kökdəndir. Sarı bizim dilimizdə günəşi tərənnüm edir, fikir verin. Amma onlar, Misirlər bunu götürüb neyniyib? Bir tanrı adına, sifətinə çevirib. Horus da qor sözü ilə eynidir. Videonun əvvəlində nə dedim? Demək ki, bizim dilimizdə bir gün sözü var və bir də onun sonuna isti işıq sözünün kökü olan isi əlavə edərək günəş sözünə çevirmişik. Və qeyd etdim ki, nar sözünü də eyni qayda ilə sonuna işıq isti sözünün kökü isi əlavə edərək biz naruz, noruz sözünə çevirmişik və eyni ilə qor sözünün sonuna is kökü əlavə olunaraq Horus sözü Misir mifologiyasında bizim qarşımıza çıxır. Yəni dolayısıyla bu 3 dəfə günəşin analemma diaqramında 3 gün görsənməməyini fikir verirsinizmi? Misirlər 3 dəfə dirilən günəş kültürünə çevirir. Eyni ilə Yunanlarda bu Uranos, Kronos və Zevs olaraq yenə üçləmə günəş tanrı kültü kimi qarşımıza çıxır. Uranos sözü nar sözü dedim mən. Bizim dilimizdə günəşi ifadə edir. Həmin nar sözünün tərsi Uranosdur və həmçinin ərəb dilində günümüz Ramazan ayının adıdır. Ramazan ərəb dilində isti, sıcaq, olduqca isti deməkdir. Dil təhlilində indi qarşıda buna dəyinəcəm. Yəni dolayısıyla Uranos sözü yenə günəşi tərənnüm edir. Kronos sözü əslində qor sözü kökündən formalaşıb. Cağatay türkçəsində qurun sözü vaxt mənasına gəlir. Niyə? Çünki qədim insanlarda vaxt yalnız gecə, gündüz və ya günəş ilə təmsil olunurdu. Necə ki dilimizdə də var. Axşamı sönən isti sözümüz keçir. Axşamı. Və Zevs sözü də yenə eyli ilə isti işıq sözünü tərənnüm edən bir sözdür. Biz düşünürük ki, Zevs şimşək tanrısıdır. Əslində belə deyil. O ilk yarandığı dövrdə yenə günəşi tərənnüm edən bir ad olmuşdu. Zevs sözündən rus dilində olan zvezda sözü o kökdəndir. Svet sözü, sveta işıq sözü o kökdəndir. Yəni dolayısıyla bu 3 tanrı adı da əslində günəşi tərənnüm edir. Yəni dolayısıyla demək ki, qədim inanclarda insanlar analemma anlayışını bilib, yəni günəşin üfüqdə 3 gün görsənməməyi səbəbi ilə tanrının üçləmə sifətini yaradır. Bu daha sonra bizim qarşımıza İsa'nın 3 gün ölüb daha sonra diriləcəyi anlayışına çevrilir. Bununla bağlı sual verilsə ayrıca danışarıq. Lakin demək ki, biz nəyi müəyyənləşdirdik? Qədimdə insanlar bir qış bayramı olaraq dekabrın 21-də ən uzun gecənin bitdiyi günü bayram etmişdi və bir də martın 21-də
gecə ilə gündüzün birləşdiyi günü tərənnüm etdiyini görürük. Bu yalnız Novruz bayramında tanrılara, tanrıçalara çevrilməyən bir bayram olmuşdu. Və biz bunun həmçinin demək bir neçə kültürdə var olduğunu dedik. Biz eyni ilə Hitit tanrıçası olan Kibelanın bir rəsminin olduğunu bilirik. Həmin dövrdən günümüzə gələn. Demək o bir əlində nar tutur, digər əlində isə bu formada səməni tutur. Gördüyümüz kimi demək nar və səməni Hitit dövründə, yəni ən azı demək 4000 ildən əvvəl günümüzə var olan bir inancdır. Və biz eyni ilə bir çox kültürdə, Şumer kültüründə, Mesopotamiya kültürlərində ortada həyat ağacı və onun sağında solunda qrifon olan varlıqların, yəni qanatlı varlıqların əlində bir çanta və digər əlində isə hansısa bir əşyanı, qozuya bənzər əşyanı tutduğunu görürük. Əslində bu da yenə yumurtanı, təbiətin canlanmasını tərənnüm edir. Kutilərə baxdıqda görürük ki, Kutilər bir bahar bayramı keçirir və onlar buna Zağmuq deyir. Bu Zağmuq nə deməkdir? Bunu müəyyənləşdirmək üçün demək biz bir neçə fakta baxmalıyıq. Demək bizim dilimizdə bir işıq sözü var, bir də ki sağ sözü var. Yəni tərəf, cəhət bildirən sağ sözü var. Niyə sağ sözü var? Demək işıq sözünün kökü is kökü ilə ağ sözünün birləşməsindəndir. Əslində bunlar ilk dildə hər ikisi u məna bildirən, yuxarı mənasını bildirən sahət birləşməsindən formalaşır. Yəni us uq kökündən formalaşır və işıq sözünə çevrilib. Hansı ki oradakı uq hissəsini biz ağ olaraq da işlədirik. Və biz işıq sözünün günəş şərqdən çıxdığına görə biz sağ tərəfi işıq sözü ilə eyniləşdirib bunu həyatın var olmasını simvollaşdıran bir sözə çevirmişik. Bu səbəbdən də işıq, sağ, sağlıq sözünün kökü olan sağ sözünü formalaşdırmışıq və günəşin batdığı tərəfə, yəni sol tərəfə də biz solmaq, zülmət sözünün kökü olan sol sözündən solmaq sözünü formalaşdırmışıq. Və biz Oğuz türkləri sağ tərəfə sağ deyirik. Lakin Orta Asiya türklərinin böyük əksəriyyəti sağ tərəfə onq deyir. Onq. Həmin onq sözü də demək immi kökü ilə ağ sözünün birləşməsindən formalaşıb. Min sözü dilimizdə var, minmək. Məsəl üçün hətta bir bayatıda belə bir ifadə var. Kəhər atının min çıx günəşə deyilən bir fraza var. Həmin buradakı immi kökündən mi ilə ağ sözü birləşib maq sözünə çevrilir. İlk dildə m-nı səs keçidi var. Yəni ilk dildə m ilə deyilən sözlər daha sonra m və ya n-da qalıb. Məsəl üçün ama, ana, mama, nənə. Bunlar əslində eyni kökdür. Və dolayısıyla həm sözü ilə, demək işıq sözü ilə onq sağ tərəf mənasına gələn sözü birləşdirib Zağmuq, yəni bahar bayramının adını verib Kutilər. Kutilər qədim proto-türk tayfalarıdır. Demək iki dəfə sağ günümüzdə demək Oğuz türklərinin sağ mənasına gələn işlədən sağ sözünü və Orta Asiya türklərinin sağ mənasında işlətdiyi onq sözünü birləşdirərək Zağmuq sözündən günəşin doğmasını ifadə edən bir söz formalaşdırır və bunu martın 21-dəki bahar bayramı adına vermişdir. Və bu zaman düşünməliyik ki, demək ərəb dilinə aid edilən səhər sözü hansı kökdəndir? Demək sağ, artıq müəyyənləşdirdik. Demək biz niyə sağ deyirmiş? Onun işıq söz kökü ilə eyni olduğuna görə və ilk dildə k səsi olub, daha sonra q, x, h, c kimi səslər eyni kökdən formalaşıb. Yəni dolayısıyla üç səsli olan ərəb dilinə aid edilən səhər sözünün, sahur sözünün kökü də bizim dilimizdə olan işıq və sağ kökü ilə də eyni olduğunu deyib keçək. Və Şumerlər demək Novruz bayramına Akutil bayram deyib. Akatlar isə bunu Akuti olaraq qeyd edib. Əslində Akuti sözü ak və ot sözünün birləşməsindən olan bir sözdür. Yəni dolayısıyla Şumerlər də martın 21-də bayram keçdiyi bizə bəllidir və bayramın adı da dilimizdə olan ağ və ot söz kökü ilə formalaşmış akot formasında olub yazılmışdır. Və biz Nardoğan bayramından danışdıq. Nardoğan bayramından danışdıqda mən qeyd etdim ki, demək Skandinavlarda, protoslavlarda yul bayramı deyilən bir bayram keçirilib və o yul bayramı bizim dilimizdə olan yel sözü ilə əlaqədardır və biz yel ək sözündən yolka ağac sözünü formalaşdırmışıq. Və bildiyimiz kimi biz şam ağacına həmçinin kükünar deyirik. Və dilçilər iddia edir ki, kükünar sözü Yunan dilinə aiddir və buradakı kok sözü toxum mənasına gəlir. Lakin qeyd edim ki, bizim dilimizdə də kök sözü yenə ağacın kökü, bitkinin kökü mənasına gəlir. Bu niyə yalnız düşünülməlidir ki, Yunan dilindədir. Lakin məsələ bundadır ki, buradakı kükünar sözü kökə aid olan söz ilə əlaqədar deyil.
Bildiyimiz kimi Azərbaycan türkləri acı-tərə, şüyüd, keşnişə, göyərti deyir. Hansı ki, türklər yeşillik deyir. Yəni dolayısıyla bizim dilimizdə yaşıllığa, yaşıl bitkilərə biz göyərti deyirik. Həmin göy ilə nar sözü birləşərək göynar mənasında bir söz formalaşdırıb. Niyə göynar? Çünki demək türklər bayramda nar qoyur, elə bayramında qarpız qoyur. İndi buna qarşı da dəyinəcəm. Lakin bunlar Sibir Altaya getdikdə artıq buradan nar tapa bilməyəndə, qarpız tapa bilməyəndə o coğrafiyanın bitkiləri kimi artıq şam ağacına göynar mənasında küknar deyib. Bəzi dilçilər, tarixçilər, araşdırmacılar qeyd edir ki, yəni biz türklərin Nardoğan bayramı olduğunu nə cür izah edə bilərik ki, əlimizdə dəqiq faktlar yoxdur. Lakin bizim dilimizdəki sözlərin etimoloji təhlilini verdikdə məlum olur ki, demək bir nar sözü var, hansı ki Çilə bayramında biz qoyuruq və digər tərəfdən də bir küknar var, hansı ki bu da göy nar deməkmiş. Yaxşı, niyə? Çünki demək insanlar qədimdə təbiət hadisələrini artıq qeyd etdiyim kimi ən uzun gecənin bitdiyi dekabrın 21-i, 25-ini və gecə ilə gündüzün birləşdiyi martın 21-ni rituallaşdırırdı ki, bunu növbəti nəsillərə ötürə bilsin. Çünki o dövrdə informasiyanı yazı bilmir, yazı formasında verə bilmir. Və o qədim dövrdəki insan üçün bu təbiət hadisələrini bilmək onun varoluşu üçün ən əsas səbəbdir. İndi biz rahat, konforlu bir həyat yaşadığımızdan düşünürük ki, təbiət hadisələri nə qədər əhəmiyyətlidir. Düşün ki, o dövrdəki insanlar əlində olan qidaları növbəti yaza qədər çatdırmalıdır. Və bunun üçün o ən uzun gecəni bilməlidir ki, ondan sonraki dönəm üçün əlində nə qədər ehtiyat qidasının olduğunu müəyyənləşdirsin. Və eyni ilə martın 21-i, yəni yer ilə günəşin birləşdiyi, baharın gəldiyi vaxtı bilməlidir ki, buna uyğun əkin işlərinə başlasın və ya vaxtında eləməsə, demək onun əkdiyi toxumlar məhv olar və ya vaxtında getməsə, onun dağa çıxartdığı sürü məhv olar və ya gec aparsa yenə məhv olar. Aydındırmı? Və bu səbəbdən də qədim insanlar həmin o təbiət hadisələrini rituallaşdıraraq nəsildən nəsilə ötürürdü. Və bu nəsildən nəsilə ötürmə də təbii ki, nə cür baş verməlidir? O demək, tayfanın, ağsaqqalı, piri, kamı, maqı həmin günü müəyyənləşdirdikdə xəbər salınırdı və həmin tayfaya tabi olan hər kəs yığılırdı və artıq həmin günün gəldiyi şölələrlə, bayram ilə, müəyyən simvollarla, rituallarla hər kəsə qeyd olunurdu ki, bu artıq gəlib. Çünki yenə deyirəm, o dövrdə günümüz texnologiyası yoxdur ki, kiməsə zəng vurulub desin, kiməsə SMS göndərilsin. Aydındırmı? Və bu səbəbdən də yazı bilməyən insanlar günəşi nar ilə tərənnüm edirdi. Nar niyə? Bir, nar sözü ilə eyni kökdür. Lakin bitki nar, ummu kökü aşağı yer kökü ilə formalaşıb. İşıq isti mənasına gələn nar isə ummu kökü ilə formalaşıb. Təbii ki, qədim insanlar bunun hansı köklə formalaşdığını bilmir. Amma demək, narın həm günəşi, həm yerdəki bitkini ifadə etdiyini və narın da qırmızı rəngi olduğunu bildiyinə görə nə edirdi? O, həmin o narı, həmin qoru, həmin günəşi, həmin o qırmızı meyvə ilə, nar ilə tərənnüm edirdi. Və eyni ilə nə ilə tərənnüm edirdi? Qarpızla tərənnüm edirdi. Və həmin o qarpız sözü də əslində qor, yəni günəş sözünün kökü olan qor və su kökünün birləşməsindən formalaşan bir sözdür. Təbii ki, narı və qarpız sözünü farslara aid olan bir söz kimi deməyə çalışırlar. Niyə? Çünki demək, nar farslarındırsa, qarpız farslarındırsa, təbii ki, bunu türk təfəkkürü formalaşdıra bilməz. Lakin biz həm qarpız sözünün, həm nar sözünün türk dil kökü ilə açıldığını görürük. Bu artıq Proto-Hind-Avropa xalqı, Proto-Hami-Sami xalqı, Proto-Türk xalqlarının birlikdə yaşadığı dövrdəmi formalaşıb, yoxsa yox, bu ayrıca sualdır, ayrıca düşünülə bilər. Lakin bunların hər biri, bax gördüyünüz kimi, hansı adı dedimsə, hər birini günümüzdə işlətdiyimiz türk dilindəki sözlərlə açmışam. Yəni elə bir söz yoxdur ki, düşünək ki, o türk dilində yoxdur və başqa cür açmalıyım. Və dolayısıyla demək, nədir? Çilə bayramını nar və qarpız ilə simvollaşdırırdısa, daha sonra Sibir Altaya gedənlər artıq qarpızın olmadığını, narın əl çatan olmadığı üçün nə dedi? Göy nar. Yəni küknar ağacı ilə onu tərənnüm etməyə başladı. Demək ki, onda küknar ilə tərənnüm edirdisə, onda günümüz coğrafiyasında, bizim Azərbaycan türklərinin yaşadığı coğrafiyada olan türklər yaxşı bunu nə ilə tərənnüm edirdi? Təbii ki, səməni ilə tərənnüm edirdi. Yaxşı, səməni sözü necə formalaşıb? Səməni sözü Hind-Avropa dillərində toxum mənasına gəlir, xalq mənasına gəlir və bunu araşdıran Hind-Avropa dilçiləri nə deyir? Bu semen sözü
toxum sözü yazılı qaynaqda olmayan bir sözdən formalaşır. Fikir verirsinizmi? Türklərə deyirdilər ki, sizin dilinizdə olan sözləri ona görə qəbul etmirik ki, sizin dilinizdə məsəl üçün hansısa sözlər var ki, onların yazılı qaynağı yoxdur. Dolayısıyla hansı yazılı qaynaqda o varsa, onu biz həmin xalqa aid edirik. Yəni məsəl üçün filan söz fars dilində varsa, biz onu fars dilinə aid edirik. Amma Hind-Avropa dilində olan semen, toxum, xalq, ailə, rus dilində ailə mənasına gələn semya sözünün kökünün özləri də qəbul edir ki, yazılı qaynaqda olmayan bir kökdür. Yaxşı, bu söz necə formalaşıb? Təbii ki, bunu istənilən dilçiyə desən nə cür formalaşıb, izahını verə bilməz. Səməni sözü su, bildiyimiz su və ama, ana, nənə, mama söz kökü ilə birləşib su ama sözündən formalaşıb. Su sözü türk dilində və qədim kültürlərdə yaşam, həyat mənasına gələn söz olub. Hətta bir frazada günümüzə qədər işlənirdi. Artıq az işlək söz olsa da. Hansısa yaşlı adama və ya orta yaşlı bir adama nə deyilir? Hər şey hələ canı suludur. Aydındırmı? Və eyni ilə su sözü ilə tir, ağac mənasına gələn söz birləşib olur sütür. Sütür sözündən bizim dilimizdə şitil və sütül sözü var. Sütülü nəyə deyirik? Qarıqdalının o bitkisi ki var, onun qarıqdalı olmayan versiyasına, daha hələ cavan olan versiyasına nə deyirik? Sütül. Və ya insanın cavanına nə deyirik? Sütül. Həmin o tir sözü də dolayısıyla türk dilinə aid olan sözdür. Təbii ki, Avropa dillərində də var. İngilis dilində tiri, rus dilində derevi olaraq, amma bizim dilimizdə də bu söz olub. İki fraza deyim, bunlardan biri budur ki, gözündə tiri görmür, gözümdə tük axtarır. Bu frazanı işlədirik. Necə olur ki, bu tir sözü bizə aid deyil, amma frazada işlətmişik. Və ya deyil, qorxusundan tir əsir. Qorxusundan tir əsir əlində ağac kimi əsir. Yəni, sən qədimdə əsən başqa hansı bir obyekt görə bilərsən ki, onu ifadə edə bilərsən. Yəni, dolayısıyla demək, biz su kökündən tir ilə birləşib şitil, sütül sözünə çevrildiyini görürük. Həmin su ilə ama sözü birləşib səməni sözünə çevrilir. Hind-Avropa dillərində bu ailə, toxum mənasına gəlir. Bizim dilimizdə sümük sözünün köküdür. Sümük, yəni insanın əsas strukturunu ifadə edən sözün köküdür. Və həmin sümük sözünü çox təəssüf ki, türk dilçiləri sümürmək, yəni dartmaq sözündən olub, istəyirəm, burundan axan sirk mənasında işlədir. Və qəribə olan nədir? Təsəvvür eləyən, Türkiyədə o qədər dilçi yanında qardaş dediyi Azərbaycanda sümük sözünün burun sirkini yox, insanın əsas strukturunu ifadə edən kəmik sözünün sinonim olduğunu bilmir. Aydındırmı? İndi bu səməni sözünü bilmək niyə vacibdir? Çünki bu səməni sözü qədimdə var olmuş bir kültürdür. Niyə? Həmin su, ama nənə sözündən səməni sözü var. Su amanın tərs kombinasiyası kimi ama sudan demək mas sözü var. Həmin mas sözünü Bilqamişin anası kimi qarşımıza Nins olaraq çıxdığını görürük. Bilirsiniz də dünyanın ilk dastanı Bilqamiş dastanıdır. Onun anası Ninsudur və o tarixçadır. Əslində demək bu nədir? Ninsu yenə bax həmin dediyimiz təbiəti var edən mənasına gəlir. Və ya Nisa sözü. Nisa sözü ərəb dillərində qadın mənasına gəlir. Bir surənin adı nədir? Həmin Nisadır. Yəni xatırlamaq üçün deyirəm. Və eyni ilə bir ayın adı Nisandır. Türklərdə olan Nisan, aprelə dediyi söz var. Nisan. Bu Nisan Şumerdən üzü günümüzə gələn bir addır. Nisan ilk meyvə mənasına gəlir. Nas kökündə sının tılaşması ilə natın Hind-Avropa dilində doğmaq mənasına gəlir. Bax, fikir verin, fərqli dil ailəsindən danışıram. Şumerləri onların dediyi kimi elə deyək. Bilinmir hansı dil aiddir. Demək, orada Bilqamisin anasının adı Ninsudur. Ərəb dilində Nisa qadın deməkdir. İnsan sözü də o kökdəndir. Və Nisa bahar bir ayın adıdır. Aprel ayına qarşılıq gəlir və eyni ilə Şumerdən günümüzə olan bir ay adıdır. İndi fikir verin. Həmin o mas sözündə tılaşma ilə mat sözü bizim qarşımıza rus dilində ana mənasında çıxır. Amma ruslara gedib desən ki, sənin o ana dediyin sözü nədir? Onun izahını verə bilmir. Və bəzi dilçiləri də iddia edir ki, mat sözü yəqin ki, hansısa söyülmə frazasından daha sonra ana mənasına çevrilibdir. Və həmin mat sözündə tının yılaşması ilə may Yunanlarda bahar, bərəkət tanrıçasının adıdır. Hansı ki, bizim qarşımıza may ayının adı kimi çıxır. Və eyni ilə umay sözü ki var, bizim dilimizdə olan. Həmin may sözü ilə eynidir. Fikrim aydındırmı? İndi düşünün ki, səməni, onun nat kökü, mat, may, umay kökü fərqli coğrafiyalarda var. Və bu arada qeyd edim ki, semen sözü Misirlərdə də arpa düzəldirmişlər və ona da semen deyiblər. Yəni Misirdə də yenə səməni kültürü var.
Demək ki, biz bütün bunları müəyyənləşdirdikdə gördük ki, doğum, yenidən doğulma sözü bir səni kültürü ilə bağlıdır, hansı ki, onu biz konkret türk dilində rahat açırıq. Fars dilində su sözü var, rus dilində var, ingilis dilində var, ərəb dilində var. Yox, yoxdur. Aydındırmı? İndi bunun biz arxeoloji qazıntılarla qarşımıza çıxacağını görəcəyik. Bir Şumer İnnanna heykəli bir qadındır. Adı nədir? İnnannadır. Əlində su qabı tutur. Bu formada. Bax, bu formada qab tutur. Su, İnnanna. Su nənə, səməni. Demək ki, biz bir arxeoloji qazıntıda da səməni sözünün bir İnnanna tarixçasında eni ilə su nənə, su İnnanna formasında olduğunu görürük. Bu kültürün biz daha sonra türk daş nənələrində görürük. Türklərin də daş nənələri əlində bu formada qab tutur. Bu daş nənələrin sayı hesabı yoxdur. Aydındırmı? Demək 1000 ildən, 12.000 ildən üzü günümüzə gələn bir kültür davamlılığını və həmçinin etimoloji dil təhlilləri ilə açıldığını görürük. Yəni dolayısıyla demək ki, bir bu səməni bizim 1000 illərimiz imiş. 1000 illərimiz. Quranda nə deyirdi? Yer üzünü gəz, gör, araşdır. Amma biz nə deyirik? Səməni bizim deyil. Səməni zərdüştlüklə bağlıdır. Zərdüştlüğün yaşı neçədir? Və biz görürük ki, demək 12.000 ildən üzü bu günə gələn bir kültür var. Və bu bahar kültürüdür. Hansı ki onu da yaradan yaradır. Və bunu da eyni ilə biz 1000 illərimizi, insanlıq tarixini açanda bunların hər birini aydın görürük. Demək ki, Azərbaycanda bizim o bəzi dindar qardaşlarımız dediyi kimi səməni ləğv eləmiş olsaydıq, şəkərburanı, qoğalı, paxlavanı ləğv eləmiş olsaydıq, nə idi? Demək Göbəkli Təpədəki simvolun izahını verə bilməzdik. Səməni sözünün nə mənaya gəldiyini verə bilməzdik. Çünki bu Hind-Avropa dilində açıla bilməz. Hind-Avropa dilində su sözü vote sözündəndir. Onun da izahını verə bilərəm. Türk dilində bir su kökü var, bir ubbu kökü var. Hansı ki bulaq, bulud, buxar sözünün köküdür. Suub kökündən sap sözü var və onun tərs kombinasiyasından buz kökü var. O buz kökündə sının tılaşması ilə vat sözü Hind-Avropa dillərində su mənasına çevrilibdir. Vote ingilis dilində, vada rus dilində və l-axır. Bu ayrıca danışıla bilər. Yəni əsas məsələ budur ki, Hind-Avropa dilində bu olmadığından onun dilində semya sözü, semen toxum sözü qalsa belə su sözü olmadığından bu açıla bilməz. Demək ki, bu səməni 12.000 ilimizə şahiddir. 12.000 ilimizə. Görən bizim ən yaxşı dindarımız, ən yaxşı millətçimiz, fərqi yoxdur, ən yaxşı siyasətçimiz neçə ilimizə şahidlik eləyir. Və Quran deyir ki, yer üzünü gəz, gör, araşdır, müşahidə elə. Yox elə demir. Biz bu Qurandan hər şeyi yox eləmə anlayışını nə cür çıxartmışıq, mən bilmirəm. Və bütün bunları danışdıqdan sonra demək biz Şumerlərdə Akitu bayramının olduğunu, bunun Ağod mənasına gəldiyini gördük. Nisan sözünün yenə Nas-Mas kökü ilə əlaqədar olduğunu gördük. Və Aprel sözü ki var, Nisan ayının adı. Aprel sözünün də kökünü ola bilsin ki, deyirlər bu Hind-Avropa dilində açmaq mənasına gələn kök ilə əlaqədardır. Lakin qeyd edim ki, buradakı Aprel sözü də demək bizim ön-türk dilində açılan ev, oba sözünün kökü olan ev, onun saiti sağa keçən üç səsli kökündən əbə, bunun vılaşması ilə eva, saiti sağa keçən 2 dəfə təkrarından 4 səsli olaraq bəbə, ingilis dilində olan baby və onun saiti sağa keçən b və ür sözünün birləşməsindən bir sözü formalaşır ki, bu bizim dilimizdə pir sözünə çevrilir və Hind-Avropa dillərində borun doğmaq mənasına gəlir. Və bizim bir faydamız var. Atalar uşağına nə deyir? Belimdən gəlir. Həmin o yerin əkilməsini ifadə edən bel sözü bax həmin bu kökdəndir. Yəni dolayısıyla türk dilində olan ev, onun 3 səslisi olan əbə, onun vılaşması ilə eva, 4 səslisi olan bəbə və saiti sağa keçən kökündən bel sözü formalaşır. Yəni ev, o evin içində olan qadın, əbə, onun vılaşması ilə o Hami-Sami dillərində ilk anıya çevrilir. Bəbə onu doğuran evin içindəki uşaqdır. Bel isə evdəki kişini təmsil edən bir sözdür. Və bu həmçinin demək aprel ayının adına da çevrilibdir. Və mən nə dedim? Demək biz Göbəkli Təpədə bir quşun olduğunu və əlində bir dairənin tutulduğunu bilirik və tarixçilər, arxeoloqlar bunun izahını verə bilmir və mən qeyd etdim ki, bu yumurta sözüdür. Hansı ki biz onun izini harda görürdük? Novruz bayramında rənglənmiş yumurtada və harda görürük? Paska bayramında olan yumurtada. Və həmin quş ilə yumurtanın eyni anda görünməyi bilirsən nədir? Biz türk dilində nə deyirik? Uşaqlara soruşanda əvvəl artıq dilimizdə işlənmir. Əvvəl uşaqlar soruşanda mən dünyaya nə cür gəlmişəm, nə deyirdik? Deyirdik səni Hacı Leylək gətirir. Yəni dolayısıyla
Hacı Leylək də dırnaq içində deyil. Səni bir quş gətirib. Aydındır əziz qardaşlarım. İndi fikir verin. Göbəli təpədə quş əlində yumurta can var. O sözün min illəri keçərək türk dilində, Azərbaycan türkçəsində uşağa səni bir quş gətirdi deyildiyini görürük. Daha maraqlısını deyimmi? Və qayıdıb ölənlərə nə deyirik? Əski türk dilində uçmağa vardı. Yəni dolayısıyla sən bir quş ilə gəlmisənsə, onu artıq rəsmləşdirdiyindən daha sonra həmin o rəsmləşdirmə məntiqinin tərsi kimi də ölməyə getməni də uçma ilə izah etməyə çalışıbdı əski türk əczatıları. Acı olan nədir? Acı olansa budur ki, bizim tarixçilər, dilçilər onlara olan diktə ilə qeyd edir ki, uçmaq sözü ola bilsin ki, türk dilinə soq dilindən gəlib. Yəni soqdular da farsların bir qoludur. Yəni ölümü ifadə edən uçmaq sözü. Lakin hadisələri, bütün puzzle'ları bir yerə yığdıqda görürük ki, demək əslində uçmaq elə bildiyimiz uçmaqdır, fərqli bir söz deyil. İndi bütün bunların üstünə biz yumurta sözündən danışacağıq. Düşünə bilərsiniz ki, yumurta sözündən niyə danışırıq və ya nə qədər əhəmiyyətlidir. Yumurta sözü demək aşağı mənasına gələn onmo kökündən formalaşır. Hansı ki, həmin onmo kökündən ama, mının nılaşması ilə ana, 2 dəfə təkrarından mama, mının nılaşması ilə nənə sözü formalaşır. Demək bu arada bizim dialektlərdə atanın bacısına deyilən mama sözü ki var, o bizim dilimizə Rus dilindən gəlmir. Eyni ilə Cənubi Azərbaycanda anıya hələ də bir çox dialektdə elə mama deyilir. Demək ki, bu da kənardan gəlməyib. Mama daha sonra onun mının nılaşması ilə o nəniyə çevrilib. Və eyni ilə Şumer dilində anıya ama deyilir, bizdə ana deyilir və bəziləri düşünür ki, demək ola bilsin ki, türklər ilə Şumerlər yan-yana yaşadığından burada ama ana sözü alınıb. İndi hansına verib. Lakin mən videonun əvvəlində nə dedim, danışığın əvvəlində nə dedim? İlk dildə m səsi olub, daha sonra n səsinə çevrilib. Demək ki, ilk türk əcdadları ama deyir, daha sonra n səsi ayrılandan sonra bəzi dialektlərdə bu anıya çevrilir. Və uzağa getməyə ehtiyac yoxdur. Azərbaycanda İlisu dialektində əmə deyilir. Amma onlar düşünür ki, bu əmə sözü əm sözündəndir. Təbii ki, həmin əm sözü də onmo kökündəndir. Amma bu əm yox, elə ana sözü ilə eyni kökdür. Həmin onmo kökündən olan on, ürəmək sözünün kökü olan ür və dişi toxum sözünün kökü olan tonun birləşməsindən umurtda sözü formalaşır. Biz bir çox dialektdə umurta deyildiyini bilirik. Amma düşünürük ki, orada y səsi düşüb. Əksinə, orada y səsi düşməyib, orada daha sonra y səsi gəlib. Yəni dolayısıyla demək yumurta sözü orta kimi formalaşır və həmin sözə daha sonra y səsi gəlir. Və düşünə bilərsiniz ki, bunu bilmək nə qədər əhəmiyyətlidir. Mən ilk dilin təhlilini vermişəm və göstərirəm ki, 2 səsli sözlərdə birinci kök Sait Samitdir, ikinci kök Sait Samitin sağına keçən köklərdir. Və Sait Samitin sağına keçən kökündə 2 formada söz formalaşdırılır. Bir onun xarakterini açan sözlər, 2 onun zid mənasına gələn sözlər. Və mənim dediyim qayda doğrudursa, umurta, yaşam, həyat mənasına gəlirsə və bizim əcdadlar onu bir quşun yumurtasının adına veribsə, onda onun saati sağa keçən mort kökündən onun ziddi olan söz formalaşmalıdır. Mort sözü Hind-Avropa dillərində ölüm mənasına gəlir. Rus dilində umer sözü var ki, onun qarşındakı u səsi öl sufiksdir, onun kökü merdir və ya simert sözü, yəni onun kökündəki s sufiksdir, mertdir və ya Hind-Avropa dillərində qatil mənasına gələn morder sözü, ölümcül mənasına gələn mortal sözü, hansı ki oyun var idi, oynuyorduk, Mortal Kombat. Həmin o ölümcül mənasına gələn oradakı mortal sözü, yumurta sözünün saati sağa keçən mort kökündəndir. Fikir verin, yumurta yaşamı bildirir, onun saati sağa keçən kökü, mort sözü isə ölümü bildirir. Amma qəribə paradoks var. Qeyd edirlər ki, bu yalnız Hind-Avropa dillərindədir. Bizim dilimizdə mərət sözü var. Deyirlər, yox, siz bunu farsdan almışsınız. Dilimizdə murdar sözü var. Deyirlər, yox, siz bunu farsdan almışsınız. Amma dilin necə yaranma mexanizmini deyirəm, ölümün ziddi olan yaşama ifadə edən umurtda sözü Hind-Avropa dillərində yoxdur. Aydındır? Bu bizə tarixin, yaradanın ədalətidir. Bizim hər şeyimizi məhv ediblər, amma sözlərimiz elə formada var olub ki, elə nişanələr qalıb ki, yəni biz onunla digər itmiş bütün sözlərimizi geri qaytara bilirik. İndi fikir verin, Hind-Avropa dilində olan mortal sözünün niyə yarandığını da bilinir. Amma mən bunu umurta, onun ziddi olan mort sözünün kökünü izahını verəndən sonra məlum olur ki, demək, o mərət və murdar sözü fars dilinə aid deyil. Ən yaxşı halda ortaqdır. Ən yaxşı halda. Və indi həmin o umurta sözünü biləndə başqa bilirsiniz nə məqamı çıxır? Umurta sözündə onun daha sonra düşməsi ilə mart sözü qarşımıza çıxır. Mart hansıdır?
Bax, indi günümüzdə Novruz bayramını təmsil edən bayramın adı Mart. Və tarixçilər iddia edir ki, buradakı Mart ola bilsin ki, ölüm tanrısı olan Mars ilə əlaqədardır. Lakin Mart nədir? Mart təbiətin oyanışıdır. Demək ki, o Mart nəymiş? Umudda sözü ilə eyni kök imiş. Daha digər sözlərə keçmək istəmirəm. Ümumi bunu deyim ki, ərəb dilində olan Rəhman, Rəhim sözünün kökü olan, Akkad dilində olan Remu sözü yenə bu umurtda kökündəndir. Remu ana bətni deməkdir. Rəhim, Rəhman sözü də bu kökdəndir. Yəni dolayısıyla Allahın sifəti olan Rəhim, Rəhman ana bətni söz kökündən formalaşıb. Yəni hərfi mənada ana kimi qayğıkeş olmaq deməkdir. Yəni Allah rəhmlidir deyəndə ana kimi sənə rəhm eləyir, ana kimi sənə yazığı gəlir, ana kimi sənə qayğı göstərir deməkdir. Və ərəb dilində ömür sözü, onun qarşısına tək gələn təmir sözü, eyni ilə umurtda söz kökü ilə bağlıdır. Rus dilində dünya mənasına gələn mir sözü, Hind-Avropa dillərində evlənmək mənasına gələn mər sözü, Məryəm sözünün kökü, sevgi mənasına gələn amor sözü bu kökdəndir. Və ərəb dilində olan mat, meyit sözü də yenə bu kökdəndir. Şahmat deyəndə əslində şah öldü deməkdir. Yəni burada yumurta söz kökü ilə bağlıdır bütün bunlar. Novruzun digər iki atributu var, keçəl və kosa. Düzdür? Düşmən olduğumuz keçəl və kosa. Keçəl və kosa görən nəyi tərənnüm edir? Qeyd edim ki, bu arada keçəl və kosa demək İranda yalnız Cənubi Azərbaycan türklərinin keçirtdiyi bir kültür olub. Necə ki, indi bizdə bayramı tərənnüm edən rituallarda, oyunlarda keçəl və kosa var. Eynilə Cənubi Azərbaycanda var. Bu farslara aid olan bir kültür deyil. Və düşünə bilərsiniz ki, burada iki dənə komik, uşaq başı qatan şəxs oyun oynayır. Bu nə qədər əhəmiyyətlidir. Məsələ bundadır ki, buradakı keçəl keçini tərənnüm edir. O keçi də qışı tərənnüm edir. Kosa isə öküzü və quzunu tərənnüm edir və o da yazı tərənnüm edir. Büstləri gözümüzün qabağına gətirsəz, demək keçi hansı aydadır? Noyabr ayında, yəni qışda. Bax, həmin o bürcün yaranma mexanizmi də budur. O dövrdə artıq qışın çıxa-çıxında keçilər görünür, qurban kəsilir və daha sonra da göydə, ulduzlarda o keçini bənzədilən ulduzları tapılır və buna keçi oğlaq bürcü deyirik də biz indi. Mən sadəcə olaraq aydın olsun deyən keçi dedim. Və martda balıq bürcündən sonra qoç bürcü, daha sonra isə buğa bürcü gəlir. Və o öküz quzu sözü də hər ikisi eyni kökdəndir. Yəni dolayısıyla demək, bunlar həmin dövrdə bürcləri tərənnüm edən simvollaşdırılmış personajlardır. Hansı ki, nə dedik? Skandinavlarda keçi maskası geyinən adamlar var idi. Xatırlayırsınız? Dedim. Və eynilə proslavlarda keçi maskası postu geyinənlər var. Bax, fikir verin. Protoslavlar Skandinaviyada yaşayır, oradan biraz aşağıda yaşayır və Azərbaycanda. Cənubi Azərbaycanda türklər hələ də Novruz bayramında keçi oyuncaqlarını nümayiş etdirir, rəqs etdirir. Bu kültürün neçə min ildən var olduğunu bəllidir. Yəni dolayısıyla burada olan personajlar, burada olan ritualların heç biri dini rituallar deyil. Azərbaycanda keçi və kosa hansı dini ritualı tərənnüm edir ki? Amma bu sadəcə olaraq fikir verin, biz bu faktları biləndə, demək Azərbaycanda, Azərbaycan türklərində bürc kültürünün də olduğunu, bunu hansısa personajlara çevirdiyini də görürük. Və indi bunun üzərində də ayrıca araşdırılmalıdır ki, həmin bu bürclər insanlığın ortaq kültürüdür, yoxsa türklər kimdən salıb, yoxsa elə türklər bunu yaradıbmış. Fikir verirsiniz, yalnız bizim komik görüb, güldüyümüz, dırnaq arası baxdığımız iki personajdan nələri müəyyənləşdiririk. Və Novruzun əsas simvolları nədir? Növbəti sona qalan paxlava, qoğal, şəkərbura. Artıq bu haqda danışdım. Bu göbəkli tərəfdə demək, hilal, dairə, ortasında nöqtə olan üçləmə simvolu var. Bu Novruz xonçasında hələ də var. Fars bayramıdır Novruz. Farslarda şəkərbura var, Farslarda qoğal var, Farslarda paxlava var. Yoxdur. Və qəribə bundadır ki, bizim saysız hesabsız bu günə qədər olan bu sahənin sahə ilə maraqlanan tədqiqatçılar var. Bunlar bunu niyə görməzdən gəlib? Başa düşürsünüz? Yəni biz Farsdan aldığımız bir kültürdürsə, biz bu kültürü bilməmişik. Biz əkinçiliyi bilməmişik. Amma nə etmişik? Durub paxlava bişirmişik. Durub qoğal bişirmişik. Durub şəkərbura bişirmişik. Və bu arada da qeyd edim ki, bu şəkərburanın tərkibi min illərdə fərqli ola bilər. Yəni fikrim aydındır, içində qozun döyməsi ola bilər, olmaya bilər, balla bişirilmiş ola bilər. Burada əsas məsələ nədir? Həmin o kökələrin həmin simvol formasında bişirilməsidir. Lakin bununla bərabər artıq
biz onun daha sonraki dönemlərdə də içindəki tərkibin tam fərqli olduğunu görürük. Və bu yalnız Azərbaycan türklərinə məxsus olan bir şeydir. Nə Osmanlısında var, nə Səfəvi Qacarlarında var. Farslarla onlar daha yaxındır, daha çox əlaqədədir. Və Göbəkli Təpədə quş rəsminin üstündə olan bu naxışa diqqət edin. Dəniz dalğasını xatırladan naxış və bu naxış bizim Azərbaycan şəkərburasında dəyişmədən qalmışdı. Bu bir təsadüfdür, ya min illərin bizə bir ərmağanıdır, tarixin ədalətidir. Düşünməyə dəyər. Suallarımızdan biri də buydu ki, yaxşı, qədim Romalılar il başına əvvəllər nə ilə başladırdı? Hal-hazırda yanvarda başlayır, düzdür? Lakin demək, ingilis dilində olan, bizim dilimizdə işlətdiyimiz sentyabr sözü Hind-Avropa dillərinə aiddir və september sözündən gəlir və 7 deməkdir. Oktyabr sözü 8, ingilis dilində olan 8 sözündəndir və 8 deməkdir. November ingilis dilində olan 9 sözündəndir, 9 deməkdir. Dekabr sözü də dekta sözündən olub, yəni Hind-Avropa dillərində Latın dilindən 10 deməkdir. Yəni dekabr 10-cu aya düşürsə demək, qədimdə ili nə ilə başladırmışlar? Martdan başladırmışlar. Aydındır? Yəni bu daha sonra xristianlığın qəbulundan sonra müəyyən dəyişikliklər olub. Və bu arada bizə nə deyirlər? Türk dili inkişaf eləməmiş bir dildir. Fikir verirsinizmi? O nəhənglikdə Hind-Avropa mədəniyyəti bayramların adını nə qoyub sadəcə olaraq? 7, 8, 9, 10. Və biz də sentyabr, oktyabr, noyabr, dekabr adını almışıq. Və düşünürük biz geri qalmışıq, onlar da inkişaf edir. Təbii ki, hal-hazırda müəyyən sahələrdə inkişaf edib, olduqca çox inkişaf edib. Bundan danışmıram. Dil kökündən danışıram. Biz onu 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay desək özümüzə gülərik, amma fikirləşirik onlar nəsə fərqli hansısa sözləri kəşf edib. Məlum olur ki, heç nə kəşf etməyib. Sadəcə olaraq say deyib. 7-ci ay, 8-ci ay, 9-cu ay, 10-cu ay. Və mart ayının artıq yumurta sözündən formalaşdığını dedik. Aprel ayının Nisan sözü ilə eyni olduğunu dedik. May ayının da rus dilində ala mənasına gələn, Yunanlarda bərəkət tanrıçası mənasına gələn may və bizim umay sözü ilə eyni olduğunu mən dedim. Və beləliklə ümumiləşdirəsi olsaq demək, bizim dilimizdə gün sözü var. O gün sözünün qarşısına biz ərgən sözünü qoyub ərgənəkon sözünü formalaşdırmışıq. Gün sözünün sonuna demək isti işıq sözünün kökünü qoyub günəş sözünü formalaşdırmışıq. Və bu sözün tərsi kimi onq sözü Orta Asiya türklərində sağ mənasına gəlir. Yəni cəhəti bildirən sağ. Demək nədir? Elə isti işıq mənasına gəlir. Demək ki biz baxası olsaq türk dialektlərində mütləq onq, monq sözünün isti mənasına gələn sözünü görə bilərik. Və eyni ilə qor sözü var. Qor sözünün sonuna işıq isti sözünün kökü olan isi gətirib biz qorus sözünün formalaşdığını görürük. Hansısa türk dialektində bu qalıb qalmayıb araşdırılmalıdır. Amma biz Misir tanrılarından sonuncusunun adının Horus olaraq qarşımıza çıxdığını görürük. Və eyni ilə nar sözünü türk dillərində günəş mənasına gəlir, Monqollarda günəş mənasına gəlir. Nar sözünün sonuna işıq isti sözünün kökü olan isi gətirib Novruz sözünü formalaşdırmışıq. Demək ki bu Eniqoras və ya Novruz sözü bizə fars dilindən gəlməyib. Fars dilində olsaydı bu Novruz yox, Reznov olaraq deyilməli idi. Və Novruz sözünün tərs kombinasiyası bizim qarşımıza Uranos kimi çıxır. Hansı idi Uranos? Uranos Yunanlarda ilk günəş tanrısının adı idi. Və həmçinin Uranosdakı Uran sözündə unun düşməsi ilə Ram, Ramada kökü ərəb dilində isti işıq mənasına gəlir. Səməni sözündən danışdım. Səməni sözünün tərsi Nas, Natal, Mat, Umaydı. Səməni sözünün kökü ilə Romada olan Saturnalia bayramının kökü olan, əkinci tanrının adı olan Saturn da həmin səmən söz kökündəki su kökü ilə eynidir. Və bu su kökü bizim qarşımıza Misirdəki tanrıça, yer tanrıçası olan Isis kimi çıxır və Azərbaycan dilində qadınlara xitab olaraq qalan az sözü var. Bu həmin o Isisin davamı olan bir kültürdür. Biz türk dillərində tanrı mənasına gələn Bog sözündən bəy sözünü formalaşdırmışıq və eyni ilə Kut müqəddəs sözündən Qədeş sözünü formalaşdırmışıq və eyni ilə də demək Misirlərdə tanrıça mənasında qalan Isisdən də az sözünü formalaşdırmışıq. Hal-hazırda fikir verin, bizim dilimizdə Qədeş demək ayıb sayılan bir jargon sayılır və qadına az demək ayıb sayılan bir jargon sayılır. Lakin bu vaxtı ilə deyiləndə ən hörmətli qadınlara xanım mənasında deyilən müraciət olduğunu müəyyənləşdirdik. Mənə elə gəlir ki,
bütün məsələləri danışdıq. Hər hansısa indi suallar olsa verə bilərsiniz.